Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban Allah'ın adıyla. Əziz və dəyərli izləyicilər, hər birinizi Quran-ı Kərimin surələrlə tanışlıq verilişində xoş gördük. Bugünkü mövzumuz Quran-ı Kərimin Nur surəsi olacaqdır. Keçən verilişimizdə Quran-ı Kərimin Nur surəsinin ilk ayətləri haqqında söhbət etdik. Quran-ı Kərimin Nur surəsi, əziz Peyğəmbərimizin dili ilə desək, insanın ruhunu, cismini, mənəviyyatını, həyatını, dünyasını, ailəsini nurlandıran, zülmətdən nura çıxardan bir surədir. Bu surə əxlaqi dəyərləri özündə cəm edən, ehtiva edən ən əzəmətli surələrdəndir. Bu surə əsasən insanın istər fərdi, istər ictimai əxlaqını tənzimləyir, insanın ailə daxili və yaxud da sosial münasibətlərini tənzimləyir və insanın bu cəmiyyətdə özünü, dilini, gözünü və qulağını təmiz saxlamasını və bütün fəsadların, yer üzərində yaranan, törənən fəsadların əksəriyyətinin insanın dili ucbatından bilmədiyi sözləri danışması, eşitdiyi qeyri-məlum sözləri insanlar arasında yaymasından başlayır. Budur ki, Allah Teala burada əxlaqsızlığın fəsadlarını, cəmiyyət arasında yayılan əxlaqsızlığın fəsadlarını və onun acı nəticələrini xatırlatdı və zinakarlığın həddini bəyan etdi və insanlar arasında böhtanı və o böhtan atılmasını və o böhtanı insanlar arasında yayanların cəzasını xatırlatdı. Burada isə bugünkü mövzumuz 11-ci ayə, yəni Nur surəsinin 11-ci ayəsində Allah Teala buyurur: Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnellezine ca'u bil ifki usbatun minkum la tahsabuhu şerran lekum bel huve hayrun lekum likulli imri'in minhum maktesebe minel ism vellezi tevalla kibarahu minhum lehu azabun azim. Allah Teala bu mübarək ayədə, 11-ci ayədə ifk haqqında, yəni böyük böhtan haqqında söhbət açır. Buyurur, o kəslər ki, böyük bir böhtana gətirdilər, böyük bir böhtan atdılar. Sizin, ya Peyğəmbər, sizin öz içərisinizdən bir zümrədirlər. Onu siz onları şər hesab etməyin, əksinə o sizin xeyrinizədir. Və davamında Allah Teala buyurur, hər bir kəs etdiyi əməlin cəzasını, yəni günahın müqabilini görəcək, etdiyi əməlin nəticəsini görəcək. Hər şey o vəlləzi təvəllə kibarahu, hansı ki o böyük böhtanın əsasını öz üzərinə götürən şəxs, böyük böhtanın atan şəxs, ləhu əzabun azim, onun üçün böyük bir əzab vardır. Təbii ki, buradakı ayə, Allah Teala keçən ayətlərdə böhtandan, şər böhtan atan, xüsusən də insanlara zina böhtanı atan insanlar əgər 4 şahid gətirə bilmirdirsə, onun cəzası 80 şallah vurulması idi. Allah Teala bu məsələləri qeyd edəndən sonra əziz Peyğəmbərimizin həyatında onun zövcələrindən birinə atılan böhtan haqqında söhbət açır. Yəni bu böhtan atanlar möminləri insanlar arasında nüfuzdan salmaq üçün, onları rüsvay etmək üçün insanların namusuna böhtan atmışdırlar və xüsusən də bu Həzrət Peyğəmbərimizin həyatında əziz Peyğəmbərimizin həyat yoldaşlarından birinə atılan böhtanı Allah Teala burada xatırladır. Deyir ki, ona o kəslər ki, böyük böhtanı, yəni zina böhtanı atanlar sizin içərinizdə olan bir zümrə idi. Onu şər hesab etməyin. Yəni Allah Teala bunun vasitəsilə münafiqləri möminlərdən sizə göstərdi, ayırt etdi. Yəni siz bunun vasitəsilə, bu atılan böhtan vasitəsilə istər böhtan atanı, istər o böhtanı insanlar arasında yayan münafiqləri tanıdınız. Bunu özünüzə ziyan hesab etməyin. Əksinə bu xeyirdir. Yəni mömin insanlar bu böhtanı eşidən zaman dedilər, Subhanallah, Allah pak və müqəddəsdir. Bu böhtan yalandır və bunu yalanladılar və bunu öz ailəsinə rəva bilməyən bir insan, öz ailəsindən gözləməyən insan başqasının da ailəsinə nisbət verməz. Odur ki, Allah Teala burada buyurdu, hər bir kəs etdiyi əməlin cəzasını alacaq. Bu böyük böhtanı üzərinə götürən şəxs də onun üçün şiddətli əzab, böyük əzab vardır. Həm başqa birinin namusuna böhtan atmaq və eyni zamanda aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərin həyat yoldaşlarından birinə böhtan atılması, bu böyük bir cinayətdir, böyük bir əzab gözləyir bu şəxsləri. Həmçinin təfsir mənbələrinə baxsaq, bu ayənin böhtan atılan Peyğəmbər xanımlarından Ayşə xanım olduğunu qeyd edən təfsirlər var və digər mənbələrdə isə
baxsa Əhlüsünnə mənbələrində əsasən həmin böhtan atılan xanımın Ayşə xanım olduğu qeyd olunur. Təbii ki, Allah Taala burada bu atılan iftiranın böhtan olduğunu, həqiqətə uyğun olmadığını qeyd edir və o böhtan atan şəxsi şiddətli əzabla qınayır və eyni zamanda görürük təfsir alimləri, Əhlüsünnə təfsir alimləri bunun xanım Ayşəyə atılan bir böhtan, yəni qeyd olunur ki, tarix mənbələrində qeyd olunur, Həzrət Peyğəmbərimiz qəzvələrdə, döyüşlərə gedən zaman hər dəfə zövcələrindən birini özü ilə götürərdi. Bu dəfə isə Həzrət Peyğəmbərimiz xanım Ayşəni özü ilə götürür və xanım Ayşə, yəni döyüş bitdikdən sonra müəyyən vaxt sahabələr Peyğəmbər sallallahu qayıdan zaman xanım Ayşə öz kəzavəsində ki oturardı və insanlar onu götürüb dəvənin belinə qoyub və gətirərdi və xanım Ayşə kəcavədə olmayır və nəticədə qayıdıb gəlir ki, görür ki, Peyğəmbər və əshabı orada yoxdur və həmən yerdə də əyləşir. Sahabələrdən digər bir sahabə, Safvan adında bir sahabə gəlir, bir qaraltı görür və xanım Ayşə olduğunu bilir və onu gətirib Peyğəmbər, yəni Mədiniyə, Peyğəmbər sallallahu yanına çatdırır və bunu görən münafiqlər xanım Ayşəyə zina böhtanı attığını qeyd edirlər və Allah Taala da həmən şəxsləri böyük əzabla xatırladır ki, onları böyük əzab gözləyir və bu Əhlüsünnə mənbələrində qeyd olunur. Bu zina böhtanı, Şiə mənbələrində isə zina böhtanı atılan xanım, Peyğəmbər xanımlarından biri olan Mariyə Qibtiyyə olmuşdur. Yəni əksər Şiə mənbələrində göstərilir ki, bu zina böhtanı Həzrət Peyğəmbərimizin xanımlarından olan Mariyə Qibtiyyə olmuşdur. Həzrət Peyğəmbərimizin İbrahim adlı, Mariyə Qibtidən İbrahim adlı bir övladı var idi. Övladı təxminən 2 yaşında dünyasını dəyişdi və bu zaman Həzrət Peyğəmbərimiz çox qəmlənmişdi, kədərlənmişdi və eyni zamanda Peyğəmbər sallallahu dedilər ki, İbrahim sənə bənzəmir, sənə oxşamır. Mariyə Qibtiyyə, yəni Peyğəmbər sallallahu xanımı öz Qibti olan öz əmisi oğlu ilə güya zina etmiş və İbrahim də ondan dünyaya gəlmişdi. Bu böhtanı xanım Mariyə Qibtiyyə atdılar və Həzrəti Peyğəmbər sallallahu da bunu eşidəndən sonra təbii ki, Peyğəmbər bunu eşidib inanmadı, lakin bunu dəqiqləşdirmək üçün Həzrət Əli əleyhissalam və digər sahabələrin məsləhətləşərək və bunun yalan olduğunu, bunun bir iftira, böhtan olduğunu dəqiqləşdirdi, buna əmin oldu və Allah Taala da hələ Qur'an-ı Kərimdə Nur surəsində Peyğəmbər xanımının bu zinadan, bu böhtandan bəraətini, yəni bundan uzaq olduğunu xatırlatdı. Və bu mənbələr göstərir ki, Həzrət Peyğəmbərimizə belə, yəni insanlar, nəinki adi insanlara, hətta Peyğəmbər ailəsinə belə böhtan atmışdı. Biz tarixi mənbələrə baxsaq, görürük zaman-zaman məzhəbləri bir-birinə vurmaq üçün, İslam dinini parçalamaq üçün bu böhtanın Şiələr tərəfindən Peyğəmbər xanımı olan Ayşəyə atıldığını insanlar arasında yaymışlar. Təbii ki, bütün Şiə mənbələrində qeyd olunur ki, bütün Peyğəmbərlər, nəinki Həzrəti Məhəmməd Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm, bütün Peyğəmbərlərin xanımları iffət baxımından paçdır. Onlar zina etməzlər, onlar Peyğəmbərin namusuna xələl gətirməzlər. Tarix boyu Adəm Peyğəmbərdən Həzrət Peyğəmbərimizə qədər heç bir Peyğəmbərin xanımı bu kimi iyrənc bir işi görməmiş və Peyğəmbər ailəsinə də uyğun gələn bir hərəkət deyil. Yəni bu münafiqlər Peyğəmbər sallallahu zamanında münafiqlərin yaydığı bir xəbər idi və eyni zamanda ondan sonra isə bu münafiqlərin yoluna gedən İslam düşmənləri bunu hər hansı bir məzhəbə nisbət verdi. Yəni Peyğəmbər xanımına əxlaqsız, yəni zina edən bir xanım kimi deyildiyi qeyd olundu. Təbii ki, bundan bütün müsəlmanlar uzaqdır. Bu fikirdən bütün müsəlmanlar uzaqdır. Peyğəmbər xanımları pak, pakizə, iffət baxımından pakdır. Təbii ki, məsum deyillər. Peyğəmbər xanımı olmaq o demək deyil ki, günahsızdır. Hər hansı bir günah, xəta onlardan baş verə bilər və tarix bunu göstərir ki, xətalar, səhvlər olub da, lakin iffət baxımından Peyğəmbər xanımları pak olub və bu, hətta Təhrim surəsinin 10-cu ayəsində Allah Taala buyurur ki, Allah
kafirlərə iki qadını misal çəkir. Nuh peyğəmbərlə Lut peyğəmbərin xanımlarını misal göstərir. Misal çəkir. Onlar salih qullarının zövcələri idi. Yəni Nuh peyğəmbərlə Lut peyğəmbərin həyat yoldaşları, onlar öz həyat yoldaşlarına xəyanət etdilər. Onları peyğəmbər yoldaşı olmaq xilas edə bilmədi. Qiyamət günü onlara deyilər, cəhənnəmə daxil olanlarla siz də daxil olun. Təbii ki, peyğəmbər xanımları, hətta Təhrim surəsində Lut peyğəmbərin də həyat yoldaşları burada qeyd olunan xəyanət, zina mənasında deyil. Burada olan xəyanət əmanətin əksi olan xəyanət mənasındadır. Yəni peyğəmbərin sirrini, ailə daxilində olan xəbərləri kənara çıxarması əmanətə xəyanətdir. Çünki xəyanət istər maddi olsun, istər söz olsun, bunlar əmanətdir. O arada danışılan, ailədə danışılan sözü, əmanət olaraq danışılan sözü qırağa çatdırmaq, lazım olmayan insanlara çatdırmaq, bu özü də xəyanətdir. Quran-ı Kərimdə bunu peyğəmbərin zövcələrini etdiklərini xəyanət adlandırdı və onları da buyurdu ki, onlara peyğəmbər yoldaşları xanımları olmağı heç bir fayda verməz. Onlar qiyamət günü cəhənnəmə daxil olanlarla birlikdə cəhənnəmə daxil olar. Yəni peyğəmbər xanımları etdiyi əməllərdə yaxşı əmələ 2 qat mükafat alar, etdiyi hər hansı bir əmələ Allah buyurur, onun yenə də 2 qat cəza alar. Allah Teala peyğəmbər xanımlarını iffət baxımından onları qoruyub saxlayar, lakin məsum deyillər, günah işlədə bilərlər, xəta edə bilərlər, səhv edə bilərlər, lakin zinadan haşa uzaqdırlar və bu böhtanı atan insanlar zaman-zaman tarix boyu münafiqlər olmuşdu və bunu insanlar arasında yayanlar da münafiqlər olmuşdu və eyni zamanda bunu hər hansı bir məzhəbin nümayəndələrinə nisbət verən şəxslər də münafiqlər olmuşdur. Peyğəmbərlərin xanımları peyğəmbər ailəsi olduğu üçün onlar zinadan uzaqdır. Bu fikri yayan insanlar da münafiq insanlardır. Allah Teala davamında buyurur: "Ləulə iz səmi'tumuhu zannal mu'minuna vel mu'minat bi anfusihim xayran və qala haza ifkum mubin." Allah Teala bunu davamında, ayətin davamında buyurur ki, bu ayəni əgər mömin kişi və mömin qadınlar bu xəbəri eşidəndə onlar xeyir zənn edərlər. Onlar öz nəfslərində özlərinə düşündüklərini peyğəmbər həyat yoldaşına da bunu düşünərlər və deyərlər ki, bu açıq, aşkar böhtandır. Yəni atılan bu böhtana hələ peyğəmbər sallallahu zamanında belə möminlər inanmadılar. Bunu eşidən zaman dedilər ki, bu açıq, aşkar böhtandır. Lakin qəlbində şübhə olan, şəkk olan, qəlbində nifaq olan, münafiqlik olan insanlar buna inandılar və bunu insanlar arasında, cəmiyyət arasında yaydılar. Allah Teala davamında 13-cü ayədə buyurur: "Ləulə cəu aleyhi bi arba'atu şuhada." Bəs nə üçün onlar 4 şahid gətirmədilər? Madam ki, böhtan atdılar peyğəmbər xanımına, zina böhtanı atdılar, bəs nə üçün 4 şahid gətirmədilər? Çünki 4 şahid gətirə bilməzsənsə, atdığın böhtan sənin yalancı olduğunu və qiyamət günü cəhənnəm atəşinə daxil olmağına səbəb olar. "Fəizləm yə'tu bi şuhada fəuləikə indallahumul kəzibun." Madam ki, onlar şahidlər gətirə bilmədilər, elə isə onlar Allah qatında yalancıdırlar. Onların bir adı var, yalancı. "Ləulə fadullah aleykum və rəhmətu fid-dunya vəl-əxirə ləməssəkum fīmə əfattum fihi azabun azim." Əgər Allahın lütfü, rəhməti, mərhəməti dünya və axirətdə sizə olmasaydı, bu böhtan nəticəsində, bu atdığınız böhtana görə sizə böyük bir əzab baş verərdi. Yəni Allah sizi böyük əzabla cəzalandırardı. Lakin Allahın rəhməti, lütfü, məğfirəti sizə olduğu üçün bu böyük böhtanın müqabilində Allah sizi cəzalandırmadı. "İstələqqavna bi alsinatikum və taquluna bi afwahikum ma laysa lakum bihi ilm və tahsabuna hayyina və huwa indallahi azim." Siz bunu öz dilinizə gətirirsiniz, qəlbinizdən keçirirsiniz, ağzınıza gətirirsiniz, hansı ki sizin buna elminiz, məlumatınız yoxdur. Yəni siz eşitdiyinizi dilinizə gətirirsiniz və eyni zamanda bunu ağzınıza gətirirsiniz. Bunu yüngül bir iş sayırsınız. İnsan eşitdiyi hər bir şeyi danışması, eşitdiyi hər bir şeyi ağzında deməsi,
bunu yüngül iş sanmayın. Və huve indallahi azim, o Allah katında çox böyükdür. Yəni insan dediyi hər bir söz haqqında məsuliyyət daşıyır. Çünki Quran-ı Kərim buyurur, həqiqətən göz də, qulaq da, dil də, qəlb də qiyamət günü soru-sual olunacaqdır. İnsan əmin olmadığı, dəqiq bilmədiyi bir məsələ haqqında danışmamalı, öz dilini qorumalı, özünü bu kimi yayılan iftiralardan uzaq saxlamalıdır. وَلَوْلَا إِذْ سَمِعْتُمُوهُ قُلْتُمْ مَا يَكُونُ لَنَا أَنْ نَتَكَلَّمَ بِهَذَا سُبْحَانَكَ هَذَا بُهْتَانٌ عَظِيمٌ. Bunu eşidən zaman siz deməliydiniz ki, biz bunu danışa bilmərik, biz bu yayılan fitnəni, bu yayılan xəbəri biz danışa bilmərik. Subhanək, sən, ya Rabbim, sən paş və müqəddəssən, həzə böhtanın azim, bu böyük bir böhtandır. Allah Teala bu cür öz ayətlərini bəyan edir. Davamında Allah Teala buyurur, həqiqətən o kəslər ki, əxlaqsızlığı cəmi möminlərin arasında əxlaqsızlığı yaymağa çalışırlar, sevirlər bu işi, insanlar arasında, möminlər arasında əxlaqsızlığı yaysınlar. Onlara dünya və axirətdə əzab vardır. Onlar, Allah bilir, lakin siz bilmirsiniz. Yəni bu yayılan, deyilən xəbərin doğru, düzgün olmasını siz bilmirsiniz. Lakin onun doğru və yaxud da yalan olduğunu Allah hər kəsdən yaxşı bilir. Bu kimi Allah Teala öz ayətlərini bəyan edir, izah edir, tarixi hadisələri bizlərə xatırladır ki, biz bundan ibrət götürək, eşitdiyimiz hər sözə inanmayaq və eşitdiyimiz hər sözü insanlar arasında yaymayaq. Çünki hər bir söz insanın dediyi hər bir sözdən məsuliyyət daşıyır. Və ləulə fadlullahi aleykum və rəhmətuhu və ənnallaha raufun rahim. Əgər Allahın lütfü və rəhməti sizin üzərinizə olmasaydı, sizi cəzalandırardı. Lakin Allah bağışlayan və rəhm edəndir. Əssalamu aleykum və rəhmətullahi və barakatuhu.